Hər vaxtınız xeyir olsun Yurd FM-in dəyərli və hörmətli dinləyiciləri. Siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinləyirsiniz. Qeyd edim ki, hər həftənin 4-cü günü saat 5-dən 6-ya qədər 1 saat ərzində sizinlə bərabər oluruq. Bugün Tacikistan Milli Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan sənət incilərində yaşayan Milli İrs adlı sərgidən bəhs eləyəcəyik. Amma ilk əvvəl baxaq görək mədəniyyət xəbərlərindən nələr var. Mədəni yurdumuz. Mədəniyyət naziri Adil Kərimli düşənbədə Tacik həmkarı ilə görüşüb. 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti düşənbədə səfərdədir. Tacikistan Milli Kitabxanasında Mədəniyyət naziri Adil Kərimli ilə Tacik həmkarı xanım Matlubuxon Saturiyen arasında ikitərəfli görüşlər keçirilib. İkitərəfli görüşdə çıxış edən Tacikistanın Mədəniyyət naziri Matlubuxon Saturiyen Azərbaycan Mədəniyyəti Günləri xalqımıza daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib. Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Vurğulanıb ki, Azərbaycan tərəfi kinematografiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələr təqdim olunub və birgə foto çəkdirilib. Mədəni yurdumuz. Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-sində bu ölkənin Milli Muzeyində Azərbaycanın sənət incilərində yaşayan Milli İrsi adlı sərgi təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər. Məlumat verilib ki, ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunub. Sərgidə xalçalarla yanaşı məişətdə geniş istifadə olunmuş xurşunçul kimi məmulatlar yer alır. Azərbaycanın xalq rəssamı İldar Mikayılzadənin müəllif olduğu Şəbih Hicran, Leyli Məcnun xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir. Sərgidə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin Mirzə Qədim İrəvani, Şərq və Qərb sənətinin üslublarının qovşağında adlı ekspozisiyası yer alıb. Ekspozisiyanın ana xətti Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il 200 illik yubileyi geniş qeyd olunan görkəmli rəssam İrəvaninin Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan əsərlərinin və onun yaşatdığı dövrün aparıcı sənət üslublarında yaranmış təsviri və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi kimi təşkil edir. Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Günləri çərçivəsində təntənəli qala konsert təşkil olunub. Sonra konsert proqramı başlanılıb. Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə ilk olaraq Rüfət Xəlilzadənin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblı nağaralarla rəqs ilə tamaşaçıların diqqətini səhnəyə bağlayıb. Ansambl daha sonra Üzeyir Hacıbəllinin Aşıq Malalan operettası mövzularına fantaziya, qaytağı, uzundərə və ağ çiçəyin rəqslərini böyük məharətlə ifa edib. Xalq artistləri Gülnaz İsmailova, Tofiq Quliyevin Bakı, Simari İmanova isə Bəhrəm Nəsimovun Qarabağ, əməkdar artistlər Səbuhi İbayev Xanşuşiskinin Şuşanın dağları, Akşin Abdullayev Üzeyir Hacıbəllinin Sevgili Canan əsərlərini ifa ediblər. Qala konsert əməkdar artist Xəyyam Mustafazadənin ifasında Müslüm Maqavayevin məşhur Azərbaycan mahnısı ilə başa çatıb. Mədəni yurdumuz. Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı güşəsinin açılış mərasimi olub. Qeyd eləyək ki, Mədəniyyət Günləri çərçivəsində artıq 5-ci ölkədir ki, ən böyük kitabxanalarda Azərbaycan ədəbiyyatı güşəsi yaradılır. Azərbaycan ədəbiyyatı güşəsinin açılması ölkənin görkəmli ədəbi ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan azərbaycanlıların, həmçinin yerli vətəndaşların daha da yaxından tanış olması üçün fürsət yaradır. Güşədə oxuculara 250-dən artıq nəşr təqdim olunub. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb. Düşənbədə Tacikistan və Azərbaycan Milli Kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzolizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kəlim Tahirov imzalayıblar. Memoranduma əsasən iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, hər birinizi bir daha salamlayıram. Siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəni yurdumuzu dinləyirsiniz. Bugün Tacikistan Milli Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycanın sənət incilərində yaşayan Milli İrsi adlı sərgidən bəhs edəcəyik. Bugünkü qonağımsa Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikovadır. Xoş gəlmisiniz. Xoş gördük Türkanə xanım, salamlayıram sizi, hörmətli dinləyicilərimizi, hər kəsə salamlar, ümid edirəm
Hər şey yaxşıdır. Gözəl bir gün yaşayırıq. Artıq may ayı bitmək üzrədir və bir neçə gündən sonra yay mövsümü başlayır. Yay mövsümü də yəni Azərbaycanın hər güşəsi o qədər rəngarəngdir. Azərbaycan xalçasına bənzəyir. Əminəm ki, hər bir bizi dinləyən kəs Azərbaycan Milli Xalça Muzeyinə mütləq üz tutacaq bu yay günlərində. Və əlbəttə ki, dediyim kimi gərək çalışaq ki, bu deyirlər ki, belə bir ifadə var ki, yay kiçik həyat deməkdir. Mən deyərdim ki, yay böyük bir həyat deməkdir. Ona görə hər kəsə, bizi dinləyənlərə gözəl yay günlərini arzu edirəm. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram sizə. Əzim, sizin üçün may ayı çox məhsuldar keçdi. Nələr baş verdi, hansı sərgilər başladı? Bax, istəyirəm bu barədə məlumat verəsiniz. Təşəkkür edirəm sualınıza görə. Sizin radio studiyanızda olmaq həmişəki kimi çox xoşdur. Qarşılıqlı sağ olun. Və bugün mən də şadam ki, bizi dinləyənlərə mən bizdə Azərbaycan Milli Xalça Muzeyində may ayında baş verən hadisələrdən qısaca da olsa bəhs edə bilirəm. May ayı, siz düz buyurdunuz, bizim üçün xüsusi bir aydır, özəldir. May ayında çoxlu tarixlər var, önəmli tarixlər var. Ondan başlayaq ki, 2016-cı ildən başlayaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 5 may tarixində Azərbaycanda xalçaçı günü kimi qeyd edilir. Və bu tarix, əlbəttə ki, bu bizim peşəkar bayramımızdır, peşə bayramımızdır və mən deyərdim ki, bu bayram təkcə toxuculara, təkcə xalçaçı rəssamlara və ümumiyyətlə xalçaçılıq sənəti ilə məşğul olanlara aid deyil. Bu hər bir Azərbaycanlı üçün önəmli bir gündür. Çünki xalça bizim üçün çox mənalı bir mədəniyyətimizin bir hissəsidir. Bu Azərbaycan xalqının dərin bir fəlsəfəsidir. Və biz də çalışırıq ki, o günü qeyd edək. Yeri gəlmişkən belə bir sual yarana bilər. Niyə görə məhz 5 may tarixi? Ona görə ki, Azərxalça Açıq Səhmdar Cəmiyyəti vaxtilə 60-cı illərin əvvəlində məhz elə 5 may tarixində yaradılmışdır və may ayı da xalça üçün də çox gözəl aydır. Ona görə biz onu təntənəli şəkildə qeyd elədik və yəqin ki, o da bir təsadüf də deyildi. Elə bu günlərdə Marakeş Krallığının şahzadəsi Uliya Həzrət Lala Hasna Azərbaycana rəsmi səfərlə buyurmuşdu, təşrif buyurmuşdu və biz ziyarətçilərə çox maraqlı bir sərgi nümayiş etdirdik. Sərginin adı Rabat xalçası idi. Maraqlısı odur ki, Marakeş, yəni coğrafi olaraq bizdən uzaqda yerləşən bir ölkədir. Amma onlarda da xalçaçılıq sənəti var. Çox oxşarlıq var bizim xalçalarımız arasında. Şərq ornamentləri və s. Ornamentləri bizim bir qaymaqlı xalçamız var. Qazax rayonuna aiddir. Yəni bilirsiniz ki, adətən bizdə bizim xalçaçılıq məktəbimiz regionlara bölünüb və adətən xalçalar kəndin, rayonların, yəni şəhərlərin adını daşıyır və həmçinin eyni şəkildə Marakeşdə də xalçaçılıq sənəti müxtəlif bölgələrə bölünür. Rabat xalçası Azərbaycan xalçaçılıq sənətinə daha yaxın olan, yəni o məktəb, Rabat məktəbi daha yaxın oldu və müəyyən bir iş aparıldı, müəyyən bir proses aparıldı bu sərgidən əvvəl və belə qərara gəlindi ki, Rabat xalçası Bakıda Xalça Muzeyində nümayiş olunsun və oxşarlıq o qədər bizim marağımızı cəlb elədi ki, bizim diqqətimizi cəlb elədi ki, hətta ölçüsü, deməli müəyyən strukturu, medalyon forması, rəng çalarları və hətta texnikası maraqlı bir sərgi nümayiş elədik. Orada bizim Azərbaycan rəssamları da iştirak elədi. Elmira Abbaslı bizim kuklaçı rəssam gözəl Azərbaycan
toxucusuna həsr edilmiş, ithaf olunmuş bir sənət əsəri yaratdı. Bugün bu sənət əsəri biz onu Pəri xanım adlandırırıq, kukladır, toxucu xanımdır. Və onun əsasında hətta animasiya filmi çəkildi və bugün bizim muzeyimizin foyesində bu kuklaya da seyr eləmək olar və uşaqlar üçün, yəni muzeyə cəlb edici belə bir animasiya video çarx çəkildi. Ona da seyr eləmək olar. Ona görə yaxşı olardı ki, bizi dinləyən kəslər mütləq asudə vaxtlarında uşaqlarını da götürsünlər və muzeyə təşrif buyursunlar. Toxucu gününü dediyim kimi təntənəli şəkildə biz qeyd elədik və yeni bir xalça kəsimi oldu. Xalça Naxçıvan adlandırılır və orada Naxçıvanda çoxlu tarixi abidələrin ornamentlərindən istifadə edilmiş naxışlar var. O xalçanın müəllifi Azərbaycanın əməkdar rəssamı Təriyer Bəşirovdur. Təriyer müəllim bildiyiniz kimi bizdə baş rəssam vəzifəsində çalışır və çox maraqlısı odur ki, Marakeşdə də, yəni bizdə müəyyən adət-ənənələr var ki, xalçaçılıq sənətimizlə bağlı, yəni xalça kəsimi, biz keçən dəfə də sizlə bunu müzakirə etmişdik, bir toxucu artıq xalça hazır olanda və o dəstgahdan kəsiləndə sanki bir evdə bu yeni bir uşağın anadan gəlməsi kimidir. Toy bayramdır, bu evdə toxuculara şirinliklər paylanır və xoş sözlər deyilir, musiqi çalınır, rəqs və s. və eyni şəkildə Marakeşdə xalça toxumağa başlayanda eyni yəni ənənə yaşayır Marakeşdə olan xanımlar. Çox maraqlıdır. Onlar da şirinlik paylayır. Çünki xalça çox vacibdir. Yəni bugün ola bilər ki, bugün xalça bizim üçün interyerimizin gözəl, ayrılmaz bir hissəsidir. Bizim zövqümüzü, gözümüzü sevindirən bir əşyadır. Amma xalça əsrlər boyu bizim ailələrimiz üçün çox vacib bir əşya olub ki, onunla bağlı çoxlu həyat hekayələri var. Bəli, dediyiniz mövzu barədə, mərasim barədə mənim də deyəcəklərim var, dəyərli dinləyicilər. Bir daha xatırladıram ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Mədəni Yurdumuz. Bütün dövrlərdə xalça mədəniyyəti nümayiş etdirilməklə yanaşı, müvafiq zəmanənin zövq və üslubunu əks etdirir. Arxacı qızıl və gümüşdən olan incə ipək və yun ipəklərdən toxunmuş təmtəraqlı saray xalçalarının yaradılması üzərində o dövrün istedadlı sənətkarları çalışırdılar. Müasir dövrdə də Azərbaycan Peşəkar Xalçaçılıq Məktəbi nümayəndələri tərəfindən bu sənət növünün ən yaxşı ənənəsi uğurla davam etdirilir. Onların səyləri və istedadı xalça sənətimizin yenilənməsinə, müasirləşməsinə önəmli töhfələr verir. Xalçaçı rəssam Eldar Mikayılzadə də uzun illərdir ki, öz orijinal çeşnili əsərləri ilə Azərbaycanda xalça sənətinin inkişafına xidmət edir. O, yaratmış olduğu bənzərsiz əsərləri ilə yanaşı, son illər xalçaçılıq xəritəsində yeni səhifə açan Şəki xalça silsiləri üzərində işləyib. Şəkinin yüksək mədəniyyəti, ecazkar Şəki xan sarayı, Şəki xanıqların evi, şəbəkələr, nəbati ornamentli zərif zərgəli məmulatları usta üçün ilham mənbəyi olub. Sənətkar Şəki xan sarayının divar rəsmlərini 8 il ərzində incəliklə təhqiq edərək, freskaların ornamental və təsviri masivlərinə yaradıcı yanaşaraq, simmetriya və ritm qanunlarına tabe eləyib, onları hər xalçanın kompozisiyasının əsasına çevrilib. Beləliklə, üzərində şərqdə ən məşhur islimi ornamentinin qeyri-adi forma alaraq zumruf, gah antramorf motivə çevrildiyi şikargah xalçası kimi kompozisiyalar yaradıb. Rəssam xarici ölkələrdən aldığı sifarişlər əsasında da əsərlər yaradıb. Rusiyadakı Xilaskarın Məsih məbədi rəssama İsa Peyğəmbərin həyatı adlı əsər sifariş edib. Daha sonra 2 rəsm əsər alıb. Məryəm və Zəkəriyyə əsərini isə Roma katolik hissəsi alıb. Xalçaçı rəssam bugün də yaratdığı qiymətli xalçalarda xalqımızın milli mənəvi dəyərlərini gələcək nəsilə çatdırmaq üçün axtarışlarını uğurla davam etdirməkdədir. Mədəni Yurdumuz.
Dəyərli dinləyicilər, hər birinizi salamlayırıq bir daha. Siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Və qeyd edeyim ki, siz bugünkü qonağım Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikevadır. Əminə xanım, deməli biz bayaq Zabitə Aliyevanın ifasında musiqisi dəyərli bəstəkarımız Faiq Şüzədinovun, sözləri isə Azərbaycan xalq rəssamı, xalçaçı rəssam Eldar Mikayılzadə aid olan bir ifanı dinlədik. Səhv etmirəmsə bununla bağlı sizdə bir açılış da olmuşdu. Mən zənn edirəm ki, ilk dəfə edir ki, bizim toxucu xanımlarımıza bir mahnı həsr edilmişdi. Özü də hər ikisi bəstəkar da, onu yazan müəllif də, biri Azərbaycan Respublikasından xalq artistidir, digəri isə Eldar müəllim xalq rəssamıdır. Yəni mənə elə gəlir ki, necə Faiq müəllim bu həzin musiqini yəqin ki öz ürəyindən keçirdi, belə Eldar müəllim də ömrünün əksər hissəsini xalçaçılıq sənətimizin inkişafına həsr edilib. Ona görə də yəqin ki və Zabitə Aliyeva da gözəl xanəndəmiz, ona görə də mahnı belə gözəl alındı. Bəli. Həyat naxış kimi sirlərlə dolu, toxu xalçaları sevərək toxu. Bu doğrudan da Azərbaycan xalçası o qədər rəngarəngdir və hər bir naxışında yəqin ki sirlər yaşayır və biz bu sirləri anlamaq üçün, o sirləri kəşf etmək üçün yəqin ki bir həyat yaşamalıyıq və hərəmiz bir xalça toxumalıyıq. O da çox maraqlı olar. Bəli. Və onda biz bu sirləri dərk edərik. Elə o günü xalçaçı günündə dediyim kimi 5 may tarixi Azərbaycanda 2016-cı ildən bəri xalçaçı günü kimi qeyd edilir. Biz may ayının 6-sı muzeydə onu təntənəli şəkildə qeyd elədik və burada elə ilk dəfə idir ki, bu mahnı səsləndi və məncə, mən bilirəm ki, sizin radionuzda bir neçə dəfə artıq bu mahnı səslənir və mənə elə gəlir ki, hamının zövqünə oxşayan bir mahnıdır. Təşəkkür edirəm sizə. Mən əminəm ki, hal-hazırda Azərbaycan Milli Xalça Muzeyində çalışan insanlar da bizə qulaq asır və yəqin ki, onlara da çox xoşdur. Çünki bu mahnı üzərində hamımız bir neçə müddət işləmişik. Ümumiyyətlə, dediyimiz kimi may ayı çox məhsuldar bir aydır hər bir muzey üçün. Ona görə ki, may ayında dünyanın əksər muzeylərində 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu günün də tarixi 1977-ci ilə bizi aparır. Artıq 50 ilə yaxın bir müddət ərzində yəqin ki, dünyanın hər bir ölkəsində belə muzey yoxdur ki, bu günü qeyd etməsin. Amma müxtəlif şəkildə hansısa ölkələrdə o günü muzeylərdə muzey gecəsi elan edilir. Çünki biz dediyimiz kimi may ayı özü o qədər turistik bir aydır. Çoxlu turistlər gəlir hər bir ölkəyə. Muzeylər də turist axımlarından çox asılıdır. Yəni muzeyə gəliş gediş. Çünki adətən biz hansısa bir ölkəyə ilk dəfə, fərqi yoxdur, ikinci dəfə, bir turist şəklində də gələndə əlbəttə ki, birinci üst tutduğumuz məkan əlbəttə ki, muzeydir. Və bir statistik məlumatı da sizinlə paylaşmaq istərdim. Bu dəfə yəqin ki, biz rekord vurduq. 7 minə yaxın ziyarətçi gəldi bu günü bizim muzeyimizə. O da bizi sevindirməyə bilməz. Onların arasında əlbəttə ki, bizim uşaqlarımız da var idi, yeni yetmələr, gənc nəsil var idi. O da deməkdir ki, bugün muzeylərə maraq artır. Mən bilirəm ki, təkcə bizim muzey yox, digər muzeylər də Respublikamızın müxtəlif paytaxt Bakıda və Respublikamızın digər də şəhərlərində yerləşən muzeylərə axım çox idi. Və dediyim kimi belə bir rəqəm bizi çox sevindirdi. Sevindirir çünki bilirsiniz, texnologiyanın inkişafı əladır. Amma texnologiyadan bir az daha uzaqlaşıb kitab oxumağa, muzeylərə getməyə vaxt sərf eləsək, düşünürəm ki, dünya görüşü daha da çox artır. Və həmin gün sosial şəbəkələrdə bəlkə də siz də görmüsünüz. Çox sevdiyim bir şəkil paylaşdılar. Həqiqətən də hər kəs yazmış
danışmışdı ki, gənclərin bu qədər muzeylərə marağının olması və rahat şəkildə növbəyə dayanıb muzeyə giriş etməsini gözləməsi möhtəşəm bir faktdır məncə. Ona görə yəni bu şəkildə bu növbəli şəkillər paylaşılmışdı. Məncə əladır. Hal-hazırdakı gəncliyimiz də bax elə sırf muzeyləri gəzmək, kitablara qarşı olan marağın nə qədər artdığını göstərir ki, bu da əlbəttə ki, bizi çox sevindirir məncə. Elədir. Mən sizinlə tamamilə razıyam. Bizi də çox sevindirdi. Bu rəqəm ümumiyyətlə bu günlərdə muzeyə gələnlər çoxdur. Şənbə, bazar, asudə vaxtlarından istifadə edən ailələr də gəlir bizim muzeyə. Biz də çalışırıq ki, hər bir yaş qrupu üçün müəyyən ustad dərsləri təşkil edirik. Demək olar ki, hər gün. Və çalışırıq ki, bizə gələn ziyarətçi yəni maariflənsin. Bəli. O çox vacibdir ki, bizim sərgilərimiz, təşkil etdiyimiz tədbirlər, sərgilər maarifləndirici olsun. Mədəni yurdumuz. May ayı ərzində sizin digər bir, yəni Azərbaycan Milli Xalça Muzeyində Zamanın İlmələri adlı bir sərginiz də baş tutmuşdu. Barədə də sizdən məlumat xahiş eləyəcəm. Bir neçə gün bundan əvvəl may ayının 26-sı Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynovun müəllifliyi ilə Zamanın İlmələri adlı yeni bir sərgi Azərbaycan Milli Xalça Muzeyində açıldı. Arif müəllim sözsüz qrafika ustadıdır, professor, novator rəssamdır və demək olar ki, Azərbaycanda bizim incəsənəti, mədəniyyətimizi tanıyan yəqin ki, belə bir insan yoxdur ki, Arif müəllimin yaradıcılığı ilə tanış olmasın. Arif müəllimin özünə məxsus bir dəsti xətti var ki, uşaqlara da, yəni hər bir yaş təbəqəyə bu çox yaxın olan bir janrdır. Arif müəllim adətən bizim nağıllarımıza, ümumiyyətlə öz yaradıcılığında çox müraciət edir bizim folklorumuza və keçən ilin avqust ayında bizim belə bir layihəmiz var idi. Xalça mənim üçün nədir sualı ilə biz respublikamızın bir neçə ictimai xadimlərinə müraciət elədik və onlar bu suala müxtəlif cavablar verdi. Arif müəllim də var idi onların içində. O da dedi ki, xalça mənim üçün yəni bir aləmdir. O xalçaçılıq sənətimizə çox müraciət eləyib. Arif müəllim vaxtı ilə multiplikasiyalarda öz deməli istedadından da istifadə eləyib. Çoxlu, yəni dediyim kimi çoxlu uşaqlar üçün ərsəyə gəlmiş layihələrdə Arif müəllim bir rəssam kimi iştirak edir və Arif müəllim maarifləndirici layihələrə hər zaman üstünlük verən bir rəssamdır. Özü də pedaqoqdur. Və biz Arif müəllimdən həm də gözəl, həm söhbətdir. Arif müəllimdən belə bir fəlsəfəli müzakirə etməyə başladıq və mən ona etiraf elədim ki, Arif müəllim, mən hər zaman elə bilirdim ki, mən neçə illər, 10 illiklər ərzində müxtəlif muzeylərdə mədəniyyət sahəsində çalışan bir insan kimi, ən azından bir Azərbaycanlı kimi hər zaman fikirləşdirdim ki, xalça nə olduğunu mən gözəl bilirəm. Amma yalnız Azərbaycan Milli Xalça Muzeyinə təyinat, rəhbər vəzifəsinə bu məsuliyyətli təyinat aldıqdan sonra və xalçaçılıq sənətimizlə daha yaxından tanış olduqdan sonra mən dərk elədim ki, mən heç bilmirdim Azərbaycan xalçası nədir. O bir dərin fəlsəfədir, o bir dəryadır. Və belə müzakirə nəticəsində Arif müəllim də etiraf elədi ki, çox adam onu əhatə edən, onun dostları xalçaya baxanda çox vaxtı, çünki bu tətbiqi bu xalq sənətidir, bu dekorativ tətbiqi bir sənətdir. Ona biz baxanda adətən biz xalqı bilib, amma toxucu haqqında heç bir məlumat olmadığını biz düşünün hərdən. Yəni bunun müəllifi kimdir, bunu toxuyan vaxt nələr baş verib, bu toxucunun ya xalçaçı rəssamın həyatında nələr baş verib və s. Bu hekayələr var hər bir xalçanın arxasında və ümumiyyətlə xalça bir uzun və mürəkkəb bir prosesdir. Onun nəticəsini biz görürük bugün muzeydə, ya da ki evimizdə, ya da ki məişətdə istifadə edirik hər bir xalçadan və fikirləşdik ki, görəsən bizim gənclərimiz bilirmi ki, hər bir xalça qoyunun ildə 2 dəfə baş verən deməli yunun kəsilməsindən başlayır hər şey.
və sonra mərhələlər və Arif müəllim dedi ki, yaxşı olardı. Arif müəllim getdi, bir həftədən sonra qayıtdı. Dedi ki, belə bir ideyanı mən dəstəkləyirəm. Biz fikirləşdik ki, bəlkə uşaqlara Arif müəllimin yaradıcılığı prizmasından belə bir xalça nə olduğunu belə öyrədək. Uşaqlara, gənclərimizə və məncə çox gözəl alındı. Arif müəllim xalçaçılıq sənətinin müxtəlif mərhələlərini göstərir özünə məxsus dəsti həddi ilə və biz yeni bir ustad dərsi interaktiv şəklində onu da təqdim elədik. Yəni qoyunun yununun kəsilmə sindən başlayaraq o xalça kəsimindən biz bayaq danışdıq. Yəni bütün mərhələlər ki, bu xalça tam hazır olur ki, uşaqlar da təkcə xalçaya seyr etməklə yox, artıq yəni onun mərhələ prosesindən də tanış olsunlar. Və yenə də bugünkü reallığın tələbatı belədir ki, süni intellektə biz hərdən müraciət edirik, xüsusən də müasir layihələrdə və Arif müəllimin işlərini biz canlandırdıq, yəni animasiya şəklində sırf süni intellektlə. Bu da yəni məncə çox maraqlı alındı. Bu sərgi yeri gəlmişkən bu məlumatı da çatdırım bizi dinləyənlərə. İyun ayının 26-sına kimi davam edəcək. Bizim muzeyimizin birinci mərtəbəsində yerləşən sərgi qalereyasında nümayiş olunur. Buyurun, gəlin, dostlarınızı, yaxınlarınızı gətirin. Bulvarda gəzə-gəzə elə muzeyə də gəlin, dəniz havasından bir qədər udun və zövq alın bu sərgidən. Çox maraqlı bir sərgi alınıb. Sağ olsun Arif müəllim. Siz deyirsiniz ki, məsələn, biz fəlsəfi bir söhbət elədik və mən daha sonra dərk elədim ki, əslində bu nə dərəcədə zəngin bir mədəniyyətdir. Eyni hissləri mən sizlə danışandan sonra, təbii ki, siz mən bir dəfə qonağım olmusunuz və daha sonra Azərbaycan xalq rəssamı, xalçaçı rəssam Eldar müəllim Mikəlzadə ilə də danışanda o qədər sanki bir kədərli bir mövzu kimi gəlir mənə və o mənə belə açıqladı ki, bilirsən niyə kədərli gəlir? Çünki xalçaçılıq deyirsən ki, mən deyir, bütün xalçalarıma öz qızım kimi baxıram və o xalçanın başlama və kəsilmə mərasimi də qızın evdən getməsi kimi baxıram. Yəni düşünürəm ki, mənim övladım ailə həyatı qurur və gedir. Ona görə deyirsən belə kədərli gəlir. Həqiqətən də çox bilmirəm, bir kədər var onda, amma bir xoş bir məqam da var. Çünki həqiqətən də Azərbaycan mədəniyyəti çox zəngindir və mütləq şəkildə də xalçaçılıq bunda böyük bir yer tutur. Tacikistan Milli Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycanın sənət incilərində yaşayan milli irsi adlı sərgi də oldu. Bax, istəyərdim bu barədə danışaq. Necə təmsil etdik? Nələr başlayırdı orada? Çox yüksək səviyyədə bu günlər mədəniyyət günləri keçirildi. Tacikistanın paytaxtı gözəl Düşənbə şəhərində Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-sində bu ölkənin Milli Muzeyində Azərbaycanın sənət incilərində yaşayan milli irsi adlı sərginin açılışı da baş verdi. Mərasimdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adel Kərimli, Tacikistanın Mədəniyyət Naziri xanım Matlubaxon Saturiyan, Azərbaycanın Düşənbədəki səfiri Əli Mirzamin Əskərov, eləcə də Türkiyədə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər. Ekspozisiyada ona baxmayaraq ki, Milli Muzey ilə bizim neçə illik əməkdaşlığımız var. Əlbəttə ki, beynəlxalq platformalarda, beynəlxalq tədbirlərdə görüşürük onlarla və bəzi layihələrdə biz birlikdə iştirak etmişdik. Amma ilk dəfədir ki, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 19-cu əsrdən müasir dövrədək zamanı əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunmuşdu. Böyük marağa səbəb oldu bizim bu sərgi. Sərgidə xalçalarla yanaşı məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məlumatlar da yer alır. Və elə siz adını çəkdiyiniz Azərbaycan xalq rəssamı Eldar Mikəlzadənin müəllifi olduğu Şəbi Hicran, Leyli və Məcnun xalçaları da ekspozisiyasının ən maraqlı nümunələrindən biri oldu.
Muzey yeni bir muzeydə 2013-cü ildə inşa edilmiş muzeydir. Yəni Milli Muzeyi nəzərdə tuturam. Muzeyin birinci mərtəbəsində, atriumda bu sərgi göstərildi və nə xoş oldu bizə ki, bu sərgi keçirildi. Böyük rezonansa səbəb oldu və onu da qeyd etmək istəyirəm ki, bunun davamı olaraq ümumiyyətlə Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığının davamı olaraq artıq 2025-ci ilin sentyabr ayında bizim muzeydə Tacikistanın ənənəvi Suzanı naxış tikmə sənətinə həsr edilmiş bir sərgi planlaşdırılır. Çünki belə bir sərgi olmayıb bizim muzeydə. Suzanı da, yəni bizim xalçaçılıq sənəti kimi bizim üçün, Azərbaycan xalqı üçün, Tacik xalqı üçün Suzanı çox böyük əhəmiyyət kəsb edir. Suzanı yəni neçə əsrlər boyu mövcud olan bir tikmə növüdür. Tacikistanla ümumiyyətlə Tacikistan əlbəttə ki bizim üçün qardaş ölkədir və bizi birləşdirən o mədəni körpülər yenicə inşa olunmayıb. Bizim maraqlı faktı da söyləmək istəyərdim. Düşənbə şəhərinin düz mərkəzində Rudaki adına deməli prospektində abidə ucaldılmışdı. Hələ keçən əsrin 60-cı illərində və mən heç bilmirdim ki, bu Azərbaycanın xalq rəssamı 2 dəfə Stalin mükafatına layiq olunmuş, öz dövrünə görə tanınmış və öndə gedən heykəltaraş Fuad Abdurrahmanov idi. Yəni Rudaki əslində Tacik üçün, nəinki Tacik üçün, ümumiyyətlə bütün Fars ədəbiyyat dünyası üçün çox vacib bir şəxsiyyətdir. Bəli. Onu Fars və Tacik ədəbiyyatının banisi sayırlar. Rudaki 9-cu əsrin sonu, 10-cu əsrin əvvəllərində yaşamış və siz təsəvvür edin ki, 60-cı illərin əvvəlində Rudakinin heykəlinin layihəsi üzərində işləyəndə Tacikistan belə bir qərara gəldi ki, Azərbaycanlı heykəltaraş o heykəli işləsin və məncə çox möhtəşəm alınıb. Fuad Abdurrahmanov dediyim kimi bizim heykəltaraşlıq məktəbimizin çox parlaq və yadda qalan bir ustadımızdır. Bakıda da onun əsərləri var. Nizami heykəli, Səməd Vurğun heykəli, Mehdi Hüseynzadə, Azad Qadın və digər heykəllər onun müəllifliyini daşıyır. Və sonra onun da demək lazımdır ki, 2013-cü ildə Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Tacikistanda, elə yenə də paytaxt Düşənbədə böyük mədəniyyət tədbirləri keçirilmişdi və orada aynı adına opera və balet teatrında Leyli və Məcnun tamaşası qoyulmuşdu. Yəni böyük maraq var bizim mədəniyyətimizə və həmçinin bir il bundan əvvəl, yəqin ki dinləyicilərimiz də onu kimsə xatırlayar, bir il bundan əvvəl təntənəli şəkildə Azərbaycanda da Tacik mədəniyyət günləri keçirildi. Heydər Əliyev mərkəzində təntənəli şəkildə konsert və s. Çox xoş oldu. Mən çox minnətdaram Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu günlərin təşkili üçün. Bizim muzey işçiləri üçün belə tədbirlər çox vacibdir. Çünki xalçaçılıq sənətimizi beynəlxalq səviyyəyə, yəni beynəlxalq səviyyədə göstərmək, bəli, onu tanıtmaq bizim üçün çox vacibdir. Hətta bir təcrübə mübadiləsi də oldu. Əlbəttə ki, Tacikistanda yaşayan, çalışan bizim həmkarlarımızla. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Mədəni Yurdumuz. Gah olar şadlıq, gah da kədər gələr. Qışdan sonra mütləq bir bahar gələr. Üzülmə heç nəyə, sabaha bax sən, hər qaranlıq gecədən bir səhər gələr. Dostunla böl çörəyi, sirri, sözü. Dost varsa unudarsan hər qəmi dizi.
Dostluq elə sərvətdir ki, heç tükənməz. Dostluqsuz keçən ömür, ömür deyil izi. Ay, çox gözəl sözdür. Bəli, doğrudan da gözəldir. Bu Fars və Tacik ədəbiyyatının banisi sayılan 9-cu əsrin sonunda, 10-cu əsrin əvvəllərində yaşayıb yaradan və ömrünün sonunda da öz gözlərini və görmə qabiliyyətini itirən Rudakidir. Tacik şairi, mütəfəkkiri Rudakidir. Bu proqramın mənə qatdığı çox şey var və bunu hər dəfə söhbət əsnasında deyirəm. Amma ən sevdiyim nüanslardan biri də qonaqlarımın öz ixtisaslarından əlavə müəyyən qabiliyyətləri var ki, onlar mənim efirimdə üzə çıxır. Və bu mənim üçün çox qürur verici bir hissdir. Bunun üçün sizə çox təşəkkür edirəm Əminə xanım. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Qonağımsa Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikivadır. Son olaraq dinləyicilərimizə çağırış eləyək Əminə xanım. Əlbəttə ki, əvvəla mən təşəkkürümü bildirirəm. Bu bir saat necə keçdi hiss etmədim mən. Çox güman ki, yormadıq hörmətli dinləyiciləri və əgər bu verilən məlumat kiməsə faydalı oldu, nə xoş bizə, nə mutlu bizə. Mən hər kəsə gözəl bir may axşamı arzu edirəm. İndi üzümüzə şənbə bazar gəlir və çox tövsiyə edirəm ki, Azərbaycan Milli Xalça Muzeyinə və Respublikamızda fəaliyyət göstərən digər muzeylərə hansına ürəyiniz daha yaxındır, mövzudanmı asılıdır, sizə yaxınlıqdanmı asılıdır? Ola bilər fərqi yoxdur, çünki hər bir muzey, inanın ki, mənim həmkarlarım, hər kəs çalışır ki, sizi neylənsə sevindirsin, maarifləndirsin və ən azından 1 ya 2 saat çalışın muzeydə keçirdin. Mən əminəm ki, həmkarlarımız sizə maraqlı məlumat verəcək. Əgər hətta siz o muzeylərdə dəfələrlə olmusunuz, biz bayaq sizlə danışdığımız kimi may ayında mütləq hər bir muzeydə mən bilirəm ki, yeni layihələr təqdim edilmişdir və mütləq muzeylərə gəlin. Elə mən də bundan əlavə həm də dinləyiciləri teatrlara dəvət edirəm, çünki biz hər dəfə yəqin ki bilirsiniz artıq buraxılışlardan sonra afişalar təqdim edirik. Görək ümumiyyətlə bu həftə bizi nələr gözləyir. Belə ki, Akademik Milli Dram Teatrında may ayının 30-u saat 11-də Göyçək Fatma, Azərbaycan Dövlət Kukla Teatrında may ayının 30-u saat 16-da bir dəfə Şamaxı xanlığında tamaşası nümayiş etdiriləcək. Balaca dostlarımızı unutmadıq. Elə bax bunu da çatdırdıq ki, dəyərli valideynlər, siz də öz uşaqlarınızın vaxtını səmərəli keçirməsinə kömək olasınız. Əgər müəyyən səbəblərdən bizim buraxılışı dinləyə bilmədinizsə heç məyus olmayın, çünki cəmi bir gün sonra həm Mədəniyyət Nazirliyinin, həm də Yurd FM radiosunun rəsmi YouTube kanalında tam versiyanı dinləyə bilərsiniz. Bir daha xatırladıram ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Hər həftənin cuma axşamı saat 17-də bizi dinləməyi unutmayın. Hələlik.